Ey insan, sen özün, öz hakkını verdin mi? İnsan olmağın hakkını verdin mi? İnsan olmağın hakkı nedir? Emri bil maruf, nehi enil münkerdir. İnsan olmağın hakkı xeyri, bərəkəti çoxaltmaq, zülmün, pisliyin, şərin qarşısında durmaqdır, gözəl insanlar. Bir insan xeyri çoxaldarsa, ədaləti çoxaldarsa, mərhəməti çoxaldarsa, insan olmağın haqqını verə bilər. İnsan olmağın haqqı sadəcə yemək, içmək, istədiyi kimi gəzmək deyildir. Bir missiya yüklənməkdir. Xeyri yayma missiyası, ədaləti yayma missiyası, elmi, ədalət, təhsili yayma missiyasıdır, gözəl insanlar. Əmri bir maruf budur. Nəhi ənil münkər və eyni zamanda pisliklərə qarşı durmaq. Ömrümüzün haqqını verək. Bəs ömrün haqqı nədir deyə Allah bizdən sorsa, Bələd surəsi bizə nə öyrədir? Ömrün haqqı, gözəl insanlar. Allah bizə ömür verib. O ömrün nə qədər olacağını da biz bilmirik. Allahın verdiyi ömrün haqqı Bələd surəsinə görə, Qur'an-ı Kərimə görə salih əməllərdir. Əgər ömrümüzü salih əməllərə həsr ediriksə, Allahın bizə verdiyi ömrün haqqını ödəmiş oluruq.